112 kiloqramdan artıq narkotik vasitə bu dəfə qarışıq meyvə qurusu yükündə aşkar edildi. Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Qarışıq meyvə qurusu yükü aparan nəqliyyat vasitəsinə Astara Gömrük postunda stasionar rentgen qurğusu və kimyoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsində üzəri quru meyvə ilə örtülərək gömrük nəzarətindən gizlədilən ümumi təmiz çəkisi 112 kq 529 qram, xüsusilə külli miqdarda narkotik vasitə marixuana aşkar edilib. Faktla bağlı araşdırma aparılır.